Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər. Bugün sizdən növbəti bir qayda, zərər qaydasını keçəcəyik. Dərsi sizə izah edir nömrə 1 Tədris Akademiyasının ingilis dil müəllimi Teacher Anna. Deməli, qaydamız zərər qaydası. Nə deməkdir zərər? Zərər uşaqları vardır deməkdir. Yəni, hər hansı bir şəxsin və yaxud da əşyanın müəyyən bir məkanda olduğunu xəbər vermək üçün istifadə olunur. Yəni, zərər deyərkən have-got, has-got-la qarışdırmamaq lazımdır. Tutalım, deyirik ki, I have got a pencil. Mənim karandaşım var. Bu, sənin var, kiminsə nəyisə var deməkdir. Biri də var, deyirik ki, there is a pencil on the table. Stolun üzərində bir dənə karandaş var. Burada isə artıq bir əşyanın hər hansı bir yerdə olduğunu məlumat vermək üçün istifadə elədik. Gəlin baxaq görək, zərər qaydasında hansı qaydalara əməl eləmək lazımdır? Uşaqlar, ilk öncə onu deyim ki, zərizdən sonra, zəriz ifadəsindən sonra mütləq tək xəbər gəlir. Zərər ifadəsindən sonra isə cəm xəbər gəlir. Gəlin bunu tapşırıqların üzərində, yəni nümunələrin üzərində diqqətlə incələyək. Baxın, zəriz, zərar, vardır, yazılmışdır. Zərizdən sonra tək isim gəlməlidir. Zərardan sonra isə mütləq cəm isim işlənir. There is a tree in the park. Parkda bir ağac vardır. Baxın, there is ifadəsindən sonra nə cür isim gəldi? A tree. Təkdə olan bir isim gəldi. A tree burada təkdədir. Təkdə olduğu üçün mən orada there is ifadəsini işlətdim. There are 7 trees in the park. Parkda 7 ağac vardır. Gördüyümüz kimi zərar ifadəsindən sonra 7 trees, 7 ağac. Ağaclar sözü cəmdə işləndiyinə görə biz burada zərar ifadəsini işlədirik. Yaxşı, bir cümlədə bir tək isim gəlsə, həm də cəm isim gəlsə, bəs biz onda hansı qaydaya əməl etmək lazımdır? Ona baxaq. Deməli, uşaqlar, burada həm tək isim var, görürsünüzmü? Əməp. Həm də burada 3 pictures, 3 şəkil. Həm tək isim var, həm də cəm isim var. O zaman biz xəbərdən sonra, yəni zəriz və yaxud da zərər boşluğundan sonra gələn ilk ismə baxırıq. Burada gördüyümüz kimi nə cür isim işlənmişdir? Əməp təkdə işləndiyinə görə görürsünüzmü? Mən burada zəriz ifadəsini işlədirəm. There is a map and 3 pictures on the wall. Burada artıq 3 dənə şəklin olmağı bizə maraqlı deyil. Bizə lazımdır ki, zəriz ifadəsindən sonra gələn isim təkdədir ya da cəmdədir. Aşağıdakı nümunəyə baxaq. There are 3 pictures and a map on the wall. Burada isə uşaqlar, boşluqdan sonra, yəni zərar əgər verilməsəydi, yanında gələn ilk ismə baxırıq. Yanında gələn ilk isim 3 pictures, 3 şəkil cəmdə olduğuna görə mən burada nə işlətdim? Zərar ifadəsi işlətdim. Yəni, burada əməpin olmağı bizə maraqlı deyil. Burada istəyir 10 dənə isim gəlsin. Biz heç birindən maraqlanmırıq. Bizə lazım olan zərar ifadəsinin yanındakı birinci isimdir. Birinci ismimiz cəmdədirsə zərar, birinci ismimiz təkdədirsə zəriz ifadəsi işlədilir. Gəlin bunlara tapşırıqlar üzərində baxaq. Baxın, burada yazılıbdır ki, ya zəriz qoy, ya da zərar qoy. Yəni, izarı biz boşluğa qoyuruq. Ya baxırıq ki, boşluqdan sonra gələn ilk ismim adres təkdə olduğuna görə yazıram there is. Sonra a cat təkdə olduğuna görə is. Cups cəmdə olduğuna görə are. 2 armchairs, 2 kreslo cəmdə olduğuna görə are. An egg təkdə olduğuna görə is. 11 students cəmdə olduğuna görə are. A pot təkdə olduğuna görə is. A dog and 4 cats. 1 it və 4 pişik. Görürsünüzmü? Bax, bizə bu isim lazım deyil. Bizə birinci isim lazımdır. A dog təkdə olduğuna görə is. 9 words, 9 söz cəmdə olduğuna görə are. Little girls, balaca qızlar cəmdə olduğuna görə are. Uşaqlar burada nədə çaşır? Bax, məsələn, burada little görürlər. Sözün tərcüməsini bilməyən uşaq avtomatik götür iz yazır ki, burada izdir. Xeyr, biz bir baxaq görək yanında nə yazılıb? Little mənası nə deməkdir? Balaca qızlar. Girls cəmdə olduğuna görə burada biz are yazırıq. Belə, indi keçək növbəti tapşırığımıza.
Aha, növbəti tapşırığımızda uşaqlar cümlələr qurmaq bizdən tələb olunur. İnşallah səliqəli şəkildə mən bunu qeyd eləyərəm. Siz də ətraflı şəkildə yoxlayarsınız. Birincisi, qaydamız zeriz və yaxud da zərar olduğu üçün biz deməli həmin cümlələri zeriz və zərardan başlayacağıq. There is, birinci qoyuruq birim. There is olduğuna görə, tək verdiyinə görə tək ismi qoyuruq üçüncü olaraq. There is a ruler. Görürsünüzmü? Ruler təkdə olduğuna görə biz bunu istifadə edirik. There is a ruler and və 6 pencils in the bag. Bu şəkildə qeyd elədik. İkinci cümləyə baxaq. Baxıram ki, burada there ifadəsi var. 1, 2, there nə vardır? 7, 3, nə? Monkeys, meymun, harda? 5, in the 6, 3. In the 3. Növbəti cümləyə baxırıq. Növbəti cümlədə baxırıq ki, Z-yə, baxaq görək, arı mı verib, iz mi verib? Ar verib. Deməli, 1, 2, zerar. Ar verdiyinə görə an apple-ı götürmürük. Buradan 4 bananas, 4 bananı götürürük. Çünki ar ifadəsi verdi. Bizə birinci isim cəmdə gəlməlidir ki, zerar qaydası ödənsin. There are 4 bananas and və nə? An apple, bir alma harda? On the table. Aydındırmı? Növbəti dördüncü cümləyə baxırıq. 1. There are vardır. Yenə də cəm verdi. Deməli, cəm isim götürürük. Nə? Toys, oyuncaqlar harda? Neçə oyuncaq? Bağışlayın. Burada birini ötürdük. Baxın, sayını da verib oyuncaqların. Ona görə yazırıq there are 4 toys on your bed. Sənin çarpayının üzərində 4 oyuncaq vardır. Növbəti cümləyə baxırıq. Z, baxıram görüm, iz verib yoxsa ar? İz verib uşaqlar. 1. There is. Artıq üçüncü tək isim götürmək lazımdır. There is a kitchen. Bir mətbəx. And və 5 rooms və 5 otaq. Harda? In our house. Evimizdə. Bu şəkildə cümləmizi qururuq. Yəni, bizim evimizdə nə vardır? Bir mətbəx və 5 otaq vardır. Bir mətbəx təkdə olduğuna görə biz artıq həmin qaydaya zeriz yazdıq. Növbəti Z-yə, baxım görüm izdimi, ardımı? İzdir. There is nə vardır? A door and və 2 windows. Harda? 6 in the room. Otaqda. Növbəti Z-yə vardır. Baxıram ki, ar verdi. There are nə? 10, 3 computers. Harda? In the classroom. Sinif otağında 10 computer vardır. Növbəti cümləyə baxırıq. Z-yə is, there is vardır. Təkdə olduğuna görə tək isim götürürük. A white, there is a white box, there is a white rabbit. Bir ağ dovşan vardır. Harda? In the box, qutunun içində. Növbəti Z-yə baxıram, ar yazıram. There are vardır. Nə? 6 lessons on Monday. Birinci günü 6 dərsimiz vardır. Növbəti Z-yə ikinci, baxım görüm, izdim, ardım, izdir. There is tək olduğuna görə artıq tək isim axtarırıq. There is a plate, bir boş qab vardır. And və nə vardır? 4 cups, 4 fincan vardır. On the table. Bu şəkildə uşaqlar cümlələri ardıcıllıqla yazdıq. Deməli, uşaqlar, biz bugün sizdən hansı qaydanı öyrəndik? Zeriz, zərar qaydasını öyrəndik. Məsələn, haradasa nəsə vardır deyərkən biz burada zeriz, zərar qaydasından istifadə edəcəyik. Məsələn, həyətdə 5 qoyun vardır. There are 5 sheep in the yard.
Burada artıq ship sözünü mən nədə işlətdim? Cəmdə işlətdim. Shipin axırını s artırmaq olmaz, çünki ship təki ilə cəmi eyni olan isimlərdir. İsim bölməsini yaxşı bilmək lazımdır ki, zərər qaydasında doğru şəkildə sözləri istifadə edə biləsiniz. Ona görə də öncəki dərslərimizi izləməyiniz mütləq və vacibdir. Deməli uşaqlar, yoxdur deyəndə nədən istifadə eləyəcəyik? Gəlin o qaydada bir o hissəyə baxaq. Yoxdur deyəndə biz həmin cümləyə zeriz və zərardan sonra not yazırıq. Məsələn, otaqda bir pişik yoxdur deyəndə there is təkdə olduğuna görə yazıram not. There is not a cat in the room. Uşaqlar, izardan to be-dən sonraki necə not işlədiriksə, zeriz zərar qaydasında da o şəkildə istifadə edirik. Yəni, harda is və ar varsa, ondan sonra not yazarkən artıq həmin cümləm inkarda hesab olunur. Bu qədər. Uğurlar hər kəsə. Ümidvaram ki, hər kəs dərsimizi aydın şəkildə başa düşdü. See you later.